Bir nəfər deyir ki, ziyarətə getmişdim imamın 40-ında, 40-ında. Bizə ünvan verdilər ki, gedərsən filan ərəbin evində qalarsan. Orada da bir üstə cəmaat könüllü evində adamları saxlayır, zəvvarları. Deyir, yemək yeyə baxdıq evinə, evində ən ibtidai şərait yoxdur bu adamın. Şüşələr qırıqdır, amma yemək çox təmtəraqlı. Deyir, soruşduq ki, sən harada işləyirsən sən? Dedi ki, işiniz yoxdur, mənlə yeməyinizi yiyin. Bir yenə soruşduq, yaxşı çörək yiyin, sonra danışarıq. Sonra soruşduq, dedi ki, mən küçə al verin, əldə şey satırlar, İraqda laf çoxdur. Küçədə gəzir desə satırlar, mən deyib, bu alverlə məşğulan, həyat yoldaşıma da demişəm ki, biz gəl, danışaq, gündəlik qazancımızdan filan qədər ayıraq İmam Hüseynin Ərbəinin zəvvarları üçün. Xanım da razılaşır. Deyir, demişəm ki, ola bilər bir gün çörək tapmayaq, az yataq, amma o pul bizə aid deyil İmam Hüseynin. Deyir, razılaşmış. Və deyir, belə də eləyirik, bax bu imama köməkdir.